Salih sələflər kimlərə deyilir? Salih sələflər mənim sələfimdir, sənin də sələfindir. Salih sələflər Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən tərbiyə olunmuş kəslərdir. Allahın onlardan razı olduğu, ədalətli saydığı, Allah Rəsulunun onlardan razı halda vəfat etdiyi kəslərdir. Salih sələflər Allah Rəsulunun sallallahu aleyhi və səlləmin səhabələridir. Səhabələrdən sonra gələnlər səhabələrə görə ölçülür. Kim səhabələrin yolu ilə gedərsə, o salih sələflərdəndir. Kim onların yoluna müxalif olarsa, sələfus salihdən deyil. Buna görə də tabiinlər salih sələflərdəndir. Çünki onlar Allah Rasulunun sallallahu aleyhi və səlləmin səhabələrinin yolu üzərində idilər. 4 məzhəbin imamları da salih sələflərdəndir. Çünki səhabələrin yolu ilə getmişlər. Deməli, sələfin əsası Allah Rəsulunun sallallahu aleyhi və səlləmin səhabələridir. Peyğəmbərimizin hər bir səhabəsi bizim üçün sələfdir, salih sələfdir. Səhabələrdən sonra gələnləri səhabələrə görə ölçürük. Kim səhabələrin yolundadırsa, o sələfus salihdir. Allah onlardan razı olsun. Kim müxalifdirsə, qədim dövrlərdə yaşamış olsa belə sələfus salih deyil. Bu, sələf-ü salihin kim olduğunu müəyyən edən çox mühüm bir meyardır.